Səlyan şəhərində yaşayan 73 yaşlı Əfrazi Sadıqov ömrünün 40-ını zərgərlik sənətinə həsr etsə də, bu gün vaxtını tamam başqa bir yaradıcılığa sərf edir. O, yaşadığı evin həyətini öz zəhməti və fantaziyası ilə sözün əsl mənasında kiçik bir cənnət guşəsinə çevirib. Vaxtilə Bakıda zərgər kimi çalışan, bu sənətin sirlərini onlarla gəncə öyrədən Əfrazi kişi deyir ki, gənclik illərində rəssamlığa da böyük marağı olub. Elə həmin maraq da təqaüdə çıxdıqdan sonra onu həyətində müxtəlif dekorativ kompozisiyalar yaratmağa həvəsləndirib. İlk olaraq kiçik bir süni şəlalə inşa edən sənətkar, zaman keçdikcə həyətini bir-birindən fərqli fiqurlar, dekorativ elementləri və əl işləri ilə zəncirləşdirib. Onun ən çox sevdiyi əsərlərdən biri isə əzəməti və incəliyi ilə seçilən qartal figurudur. Əfrazi Sadıqov deyir ki, gördüyü hər işi sevgi ilə ərsəyə gətirir və ən böyük mükafatı həyətinə gələn insanların heyranlığını görməkdir. Məktəb illərində müəllimlər mənə dərs oxumağa qoymayıblar. Ancaq mən kabinetlərdə şəkillər çəkmişəm. 10 il ancaq məktəbə xidmət eləmişəm. Sonra da deməli mən köçdük Bakıya, zavoda şagird girdim. Orada da zəhmətimlə, yəni cəmaat oynaya-oynaya, biri örgəndi, yüzü örgənmədi. Mən bütün gün işlədim, örgəndim. Rəssamlıq mənə uğur gətirdi. Zərgərliyim uğurlu oldu. Mən elə uşaqlıqdan, yəni gözümü açandan atam həmişə sənətkar olub, sənət işlərinə məşğul olub, tanınan zərgər olub. Yəni Azərbaycanın harasına getsəm, demişəm Əfralin qızıyam, yəni atamın sənətinə görə hamı tanıyıb. Ta bugünkü günə qədər. İndi də zərgərlik işlə məşğul olmasa da yenə də o sənət işlərinə davam elətdirir. Dayana bilmir, boş qala bilmir, gecə də bir də görürük, oturub işləyir. Həvəskardır, yəni biz də gücümüz çatan qədər dəstək oluruq, maddi, mənəvi, həmişə yanındayıq. Bu yaradıcılıq yolunda ona ailəsi də yaxından dəstək olur. Qızı Günay Sadıqovanın sözlərinə görə atasını uşaqlıqdan daim sənətlə məşğul olan biri kimi tanıyıb. Gözlərinin zəifləməsinə baxmayaraq o, sevdiyi işdən əl çəkmir. Ailə üzvləri də lazım olan materialları təmin etməklə ona kömək göstərirlər. Əfrazi Sadıqovun yaratdığı bu sənət nümunələri göstərir ki, yaradıcılığın yaşı olmur. Əgər insan gördüyü işi ürəklə sevirsə, illər keçsə də həmin sevgi onu yeni gözəlliklər yaratmağa, ruhlandırmağa davam edir. Səmil Quliyev, Yusif Əliyev bu gün informasiya proqramı üçün.